Yəni bu tarixi siz baxanda din sözsüz ki, mədəniyyət hadisəsidir. Yəni dinin mədəniyyətdəki yeri danılmazdır. Yəni məsələn mən bu günləri xeyli insan tanıyıram ki, dinlə siqaret tərk edir. Dinlə narkotikdən uzaqlaşır. Yəni bu gün də dinin bir faydalılığı var. Mən yəni öz həyatını din vasitəsilə xilas edən adama heç vaxt demərəm ki, buna inanma, tapınma. Bəs siz çətinliyə düşəndə Mənim indi gəlirdik o məsələyə ki, o psixoloji. Hər bir insan kimi mənim psixoloji zəif olduğum, özümün özümə, öz psixoloji belə deyək də problemə gücümün çatmadığı dövrlər olub. Və mən orada məsələn belə deyək də ənənəvi anlayış, bu Allah anlayışı, ey Allah sən varsan və mənə bu məsələdə kömək ol deyə bir müraciətim olmayıb. Mən orada bu da belə deyək, rasional bir düşüncədir. Mən özümə psixoloji bir güc qaynağı axtarmağa başlamışam ki, mən nədən yapışıb özümü xilas eləyə bilərəm? Yəni o mənim yapışmaq istədiyim, mənim o psixoloji acizliyimin öhdəsindən gəlmək üçün yapışmaq istədiyim dəyər təxminən elə dindəki Allahdır.